Sportal az verdiyi məlumata görə Azərbaycan U17 millisi bugün Qəbələdə təlim məşq toplanışına başlayıb. Komanda 6 və 9 iyunda Qazaxıstan U17 yığması ilə yoxlama oyunları keçirəcək. Heyətdə Qarabağ, Sabah və Neftçinin futbolçuları da yer alıb. Mediasport yaydığı xəbərə əsasən Sabah klubunda ayrılıq baş verib. Nigeriyalı futbolçu Jesse Sekidika ilə müqavilə yenilənməyib və o komandadan ayrılıb. Bizim medianın əldə etdiyi informasiyaya görə Neftçinin Sabahdan ayrılacağı gözlənilən Amin Seydiyev ilə yaxından maraqlandığı və futbolçuya rəsmi təklif göndərdiyi bildirilir. Sportalın yaydığı xəbərə görə Zirə bir neçə futbolçu ilə yollarını ayırıb və yay transfer pəncərəsi üçün heyətdə yenidən qurma işlərinə start verib. Digər bir məlumata görə isə Qarabağla bağlı son sutkada hər hansı rəsmi transfer qeydə alınmayıb. Klub rəhbərliyi və heyəti hazırda əsas diqqətini Avrokuboklara hazırlıq mərhələsinə yönəldib.